Gün ərzində tez-tez acmağın 5 səbəbi. Birinci səbəb az protein yeməkdir. Əgər yeməyinizdə yumurta, qatıq, toyuq, pendir kimi protein azdısa, tez acacaqsınız. İkinci səbəb isə lifin az olmasıdır. Əgər gün ərzində tərəvəz, yulaf, alma, chia, göyərti kimi lifli qidaları az yeyirsinizsə, mədə daha tez boşalır və yenə aclıq hissi gəlir. Üçüncü səbəb isə şəkərli və ağ undan daha çox istifadədir. Ağ çörək, şirniyyat, piçena, qazlı içkilər qan şəkərinin tez qalxmasına səbəb olur, tez də düşür və siz acırsınız. Dördüncü səbəb isə susuzluqdur. Bəzən bədən su istəyir, amma insan bunu aclıq kimi başa düşür. Beşinci səbəb isə yuxusuzluq və stressdir. Az yatanda və gərgin olanda adamın xüsusən şirniyyata və xəmir yeməklərinə meyli artır. Yəni tez-tez acmaq bəzən iradəsizlik deyil, bədənin pozulan balansıdır. Amma bir məsələ də var ki, əgər bu aclıq hissi tez-tez təkrarlanırsa, üstəlik şirniyyat istəyiniz artırsa, qarında piy yığılıbsa, özünüzü halsız hiss edirsinizsə, burada məsələ təkcə çox yemək olmaya da bilər. Bəzən səbəb qan şəkərinin tez qalxıb tez enməsi və insulinə həssaslığın zəifləməsi olur. Əgər artıq qanın şikinliyindən, şirniyyat istəyindən və qaraciyər yağlanmasından qurtulmaq istəyirsinizsə, sizə bir qida əlavəsi təqdim etmək istəyirəm. Bu alfa-xromdur. Tərkibində xrom və alfa-lipoik turşusu olan elmi əsaslı bir kompleksdir dostlar. Xrom insulinə həssaslığı artırır, şəkərin hüceyrələrə keçməsini asanlaşdırır, iştahanı və şirniyyata meylliliyi azaldır, arıqlamağa dəstək olur. Alfa-lipoik turşusu isə güclü antioksidantdır. Maddələr mübadiləsini aktivləşdirir, yağların enerjiyə çevrilməsini sürətləndirir, qaraciyərdə və qarındakı piyləri əridir. Bundan əlavə halsızlığı azaldır, enerji verir və şəkər reaksiyasını sabit saxlamağa kömək eləyir. Qəbul qaydası da sadədir. Gündə 1-2 dəfə yeməkdən yarım saat əvvəl. İtaliya istehsalıdır. Ona görə keyfiyyətindən də əmin ola bilərsiniz. Əksər apteklərdən də əldə etmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.